Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz müsəlmanlar, hamınız eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bugün mən sizə müminin dərdi barədə danışacağım. Yəni, mümin nəyi özünə dərd etməlidir ki, həm bu həyatda, həm də axirətdə saadətə qovuşsun, uğur tapsın, nicat tapsın. Yer üzündə olan insanların hamısının qəlbində istək, arzu, dərdi var. Və bunlar ömürlərinin sonuna qədər bu istəklə, arzu ilə, dərdlə yaşayır. Və görürsən ki, ölüm yatağında insan vəfat etməmişdən əvvəl yaxınlarını çağırır, onlara vəsiyyət edir. Ürəyindəki istəyi, dərdini, arzusunu onlara bildirir ki, məndən sonra bunları edərsiniz. Bu mənim sizə vəsiyyətimdir. Demək, bu həyatda hər kəsin qəlbində arzusu, istəyi, dərdi olur. Lakin insanların bu dərdi, arzusu, istəyi fərqlidir. Kimisi yalnız dünya, bu fani dünyaya, dünya malına, dünyada olan nemətlərə nail olmaq üçün çalışır. Dərdi ancaq budur. Kimisi isə axirəti qazanmağı özünə dərd edir. Cənnətlik olmaq, əbədi saadət, əbədi saadətə qovuşmağa can atır. Və özünüz görürsünüz, bu iki dərd arasında böyük fərq var. Bu dünyanı özünə dərd edən kimsə, bu dünyadan köçdükdə artıq onun o dərdi, arzusu, istəyi sona çatır. Əbədi həyatı özünə dərd edən insan isə, bu həyatdan sonra da öz istəyinə çatdıqda əbədi olaraq o nemətə nail olur. Və bu həyatda onun faydası nə olur? Diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə deyir ki, kim ancaq axirət dərdini özünə dərd etsə, yəni bu həyatda nə qədər dərdi varsa, nə qədər arzusu, istəyi varsa, onları bir kənara qoyub, axirəti özünə dərd etsə, Allah subhanətə alə onun bütün dərdlərini, sıxıntılarını aradan qaldırar, bu həyatda onun istəklərini, arzularına çatdırır. Yəni, kim ancaq axirət üçün çalışırsa, Allah subhanətə alə onun bu həyatda olan gün güzaranını yaxşılaşdırar. Buna Quran-ı Kərimdə dəlil də var. Peyğəmbər sallallahu aleyhi və səlləmin başqa bir hədisində də həmçinin bu dediyimə dəlil var. Quran-ı Kərimdə olan ayədə Allah subhanahu teala nə deyir? Deyir ki, mömin olduğu halda, yəni iman gətirib, bayaqdan onu danışırıq biz, müminin dərdi. Mömin olduğu halda, kim mömin olduğu halda yaxşı işlər görsə, salih əməllər etsə, yəni axirət yurduna can atsa, Allahın rizasını qazanmağa can atsa, savab əldə etməyə can atsa, ona bu həyatda xoş gün güzaran nəsib edərik. Xoş gün güzaran o demək deyil ki, mütləq şəkildə bu adam milyonçu olmalıdır. Bunun hər şeyi olmalıdır. Yox. Xoş gün güzaran o deməkdir ki, qəlbi rahatdır. Qəlbi zəngindir. Hər şeydən razıdır. Allahın ona yazdığı qədərə pendir çörək yesə belə, bununla razılaşır, buna şükür edir. Hədisdə də buna dəlil nədir? Diqqət edin. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim axirət yurdunu özünə dərd etsə, ona can atsa, Allah subhanahu teala onun qəlbini zəngin edər. Bu bir. Onun dünya işlərini yoluna qoyar. Bu iki. Və ağlına gəlmədiyi yerdən ona rozusunu yetirər. Bu da üç. Axirəti özünə dərd edənin bu həyatda olan xoşbəxtliyinə baxın. Həmişə hər şeydən razıdır. Hətta Rasulullah sallallahu aleyhi ve sellem bizə belə bir dua öyrədib.
Allahümmə inni əsəlükə rida ba'dəl qada. Allahım bizə yazdığın qədəri razı qalmağı bizə nəsib et. Başımıza nə gəlirsə gəlsin, ondan razı qalaq. İkinci tərəfi gəlir hədisin. Davamı gəlir, bayaq dediyim hədisin. Kim dünya dərdlərini, sıxıntılarını özünə dərd etsə, ancaq dünyanı arzulasa, dünyanı istəsə, Allah onun harada öləcəyinə məhəl qoymaz. Yəni Allah Subhanahu taala artıq ondan üst çevirir və o adam aqibəti, axırı, sonluğu necə olursa olsun Allah ona yardım etmir. Adam ola bilər ki, içkili halda dünyadan köçsün, zina elədiyi halda, narkotik qəbul elədiyi halda, günah işlətdiyi halda dünyadan köçsün, Allah onu qorumayacaq. Çünki onun dərdi dünyanı qazanmaqdır. Burada bir incə məqam var. Haşiyə çıxaq, sonra davam edəcəm. Bu o demək deyil ki, tərki dünya olaq. Xeyr, Allah Subhanahu taala Quran-ı Kərimdə nə deyir? Əl tənsə nəsibəkə minəd dünya. Dünyada olan nəsibini unutma. Yəni, dünyada olan nəsibini də əldə etməyə çalış. Geniş evin olsun, gözəl miniyin olsun, gözəl geyimin olsun, yemək içməyin olsun və s. Həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah gözəldir və gözəl olanları sevir. Bəndəsinə verdiyi niməti onun üzərində görməyi xoşlayır. Yəni, sənə əgər nimət veribsə, gözəl geyim, gözəl görkəmin olsun, gözəl miniyin olsun, gözəl evin olsun, hər şeyin gözəl olsun. Amma qəlbin ona bağlanmasın, çünki o fanidir. Qəlbin hamısı nəyə bağlı olsun? Axirətə. Qəlbin bu dünyaya bağlı olanda nə baş verir? Diqqət edin, Allah Subhanahu taala ayədə nə deyir? Kim dünyanın bərbəzəyini, fani dünyanı istəyirsə, ona doyunca o dünyada o nemətlərdən, fani dünyadan verərik. Ayənin axırına baxın. Lakin axirətdə oddan başqa heç bir payı olmayacaq. Fikir verin. Kim ki dünya pərəstir, dünyanın quludur, yəni dünya malının quludur. Ancaq onun üçün çalışır. Allah yaddan çıxıb, onu Allah Subhanahu taala qiyamət günü rəzil edəcək. Zəlil olaraq cəhənnəm oduna atacaq. Onların dünyada gördükləri işləri boşa çıxar və tutduqları əməllər puç olar. Hud surəsi 15-16-cı ayələr. Başqa bir ayədə kim fani dünyanı istəsə, orada ona istədiyi şeyi dərhal verərik. Sonra isə qınanmış və Allahın rəhmətindən qovulmuş halda cəhənnəmə atarıq. Fikir verirsinizmi? Bu da Əl-Ələ surəsi 16-17-ci ayələr. Bu ayələrdən, hədislərdən aydın başa düşülür ki, kim axirətə can atırsa, Allah Taala ona axirəti, kim dünyaya can atırsa, onun əməllərini puç edir və onu axirətdə cəhənnəm oduna vasil edir. O biri hədis, bayaq dediyim hədisin davamında da deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, kim dünyaya meyl edərsə, qəlbini dünyaya bağlayarsa, Allah onun kasıblığını iki gözü arasına qoyar. Yəni, nə qədər dünya malı olsa onda, deyər ki, azdır, yenə olsun. Dünya dolusu qızılı olsa, deyər, yenə olsun. Və onun gözünü ancaq qəbrə qoyulan vaxt torpaq doydurar. Yəni, qəbrə qoyulanda başa düşər ki, artıq bütün bunlar hamısı boş şeydir. Bu bir. İkinci, hədis davam edir. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, Allah onun işlərini dolaşığa salar. Nə qədər milyonsu, hətta milyarder insanlar var ki, yata bilmir. İşləri o qədər dolaşağa düşüb ki, yata bilmir, yatmaq üçün dərman atır, içki içir, narkotik qəbul edir. Hətta ah çəkərək deyir ki, kaş mən bu yola qədəm qoymayaydım, kaş bu işin başında durmayaydım, kaş bu vəzifəyə gəlməyəydim. Bəziləri hətta deyir ki, kaş filan heyvan kimi olardım, amma bu vəzifədə olmayaydım. Heyvanın rahatlığı var, azadlığı var, istədiyini edə bilir. Mən isə gör nə vəziyyətdəyəm. Bax, işlərin dolaşağa düşməsi budur. Hədisin sonunda da Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dünya malından isə
qədərinə yazdığından artıq ona heç nə çatmaz. Bunu indi sadə dildə sizə başa salacağım, başa düşəcəksiniz. Diqqət edin. Adam vəzifədədir. Uzun illər, 20 il, 30 il. Milyonları toplayıb. Ona elə gəlir ki, o topladıqları milyonlar onundur. Həm pul şəklində, həm mülk şəklində toplayıb, ona elə gəlir ki, onundur. Ömrünün axırında Allah Taala onun işlərini dolaşığa salır. Vəzifədən onu kənarlaşdırırlar. Və o 20-30 ildə yığdığı mülklər, pullar, qızıllar hamısı əlindən alındıqda onda o adam başa düşür ki, qədərinə nə yazılıbsa, ancaq o ona çatdı. Yerdə qalanlar isə fani idi. Hay-hay ilə gəldi, vay-vay ilə getdi. Bax, budur fani dünyaya qəlbini bağlayanların sonu. Sonunda peşman olmağın isə artıq gecdir. O 20-30 ildə elədiyi zülümlər, insanların malını qəsb etmək və s. Axı bunun günahı boynundadır. Yığdıqları əlindən alındı, amma günah boynundadır. O günahla Allahın huzuruna çıxacaq. Və cavab verəcək o günaha görə. Odur ki, əziz müsəlmanlar, hələ ki həyatdasınız, nəyi özünüzə dərd edəcəyinizi bir düşünün. Bir neçə misal çəkəcəm sizə, lakin məsləhət görürəm ki, bu mövzuda bizim yazdığımız bir kitab var. Kitabın adı elədir, Möminin Dərdi. Bizim saytımızdan, Burhan.az saytından o kitabı yükləyib, başdan axıra qədər oxuyub o kitabdan ibrət ala bilərsiniz, orada olan rəvayətlərdən. Mən orada olan rəvayətlərdən 6 misal çəkəcəm. 3-ünü kişilərə, 3-ünü qadınlara aid edəcəm. Birinci misal, sahabə gəlir, deyir, ya Rasulullah, mən səni o qədər çox sevirəm ki, səndən ayrı dura bilmirəm. Sənin yanında olanda imanım artır. İstəyirəm ki, vaxtımız sənin yanında keçirim. Lakin səndən ayrılıb, dünya işlərinə başım qarışanda imanım azalır. Və düşünəndə ki, bugün sabah sən də dünyadan köçəcəksən, mən də dünyadan köçəcəm. Sən cənnətdə olacaqsan, mən isə Allah bilir, harada olacam. Hətta cənnətdə olsam, cənnətin Allah bilir, harasında olacam və qorxuram bir daha səni görməyim. Diqqət edin, səhabənin dərdi nədir? Rasulullah sallallahu aleyhi və səlləmdən ayrı olmaq istəmir. İstəyir ki, əbədi olaraq ona yaxın olsun, onun qonşusu olsun, onun yanında olsun, onu görsün, onu görməklə imanı artsın. Peyğəmbər sallallahu aleyhi və səlləm ona heç nə demir. Allah subhanahu wa ta'ala ayə nazil edir. Bu ayə həm o səhabəyə, həm də ondan sonra bütün müsəlmanlara aiddir. Kim Peyğəmbər sallallahu aleyhi və səlləmə qonşu olmaq istəyirsə cənnətdə, ona yaxın olmaq istəyirsə, bu ayədə deyilənə əməl etməlidir. Düzdür, ayədə deyilən sadə bir şeydir, amma o sadə, o deyiləni təəssüf ki, müsəlmanların bəlkə də əksəriyyəti yerinə yetirə bilmir. Ayədə Allah subhanahu wa ta'ala nə deyir? Deyir ki, وَمَنْ يُطِعِ اللّٰهَ وَرَسُولَهُ فَأُولَٰئِكَ مَعَ الَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Kim Allaha və Rasuluna itaət etsə, peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə, əməli salih möminlərlə bir yerdə olacaq. Cənnətdə bir yerdə olacaqlar. Necə gözəl dostlardır onlar. Dildə demək sadə və asandır. Allaha və Rasuluna itaət etmək. Amma gəlin baxaq görək, əməldə bunu tətbiq etmək asandırmı? Çox çətindir. Çox çətin. Adi, gündəlik zikirlər ki var, Allah və Peyğəmbəri sallallahu aleyhi və səlləm bizə öyrədib, buyurub, müsəlmanların bəlkə də çoxu onu eləmir, yerinə yetirmir. Dili tərpətməyə bunun üçün nə maddiyyat lazımdır, nə fiziki güc lazımdır. Adi, sadə bir şey eləmir. Sünnələrin çoxsunu müsəlmanlar tərk edib ki, əşki, sünnədir, eləməsəm də olar. Halbuki sünnələri yerinə yetirməklə, yəni əlavə, nafilə ibadətlərini yerinə yetirməklə Allahın dostu oluruq. Dost. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm bizi özünə dost qəbul edir. İkinci misal, Rabi ibn Kəb el-Əsləmi radiyallahu anh.
Peyğəmbər sallallahu aleyhi və səlləmə xidmət edir. Axşam gəlir yanına, dəstəmaz suyu gətirir, misvak, ayaqqabısını və s. Axırda Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, ey Rabbi, nə istəyirsən, de, sənin üçün dua edim, Allah sənə istədiyini versin. Rabbi deyir ki, ya Rasulullah, cənnətdə sənə qonşu, sənə yaxın olmaq istəyirəm. Dərdinə bax, cənnət, fikir verirsiniz, bu sahabələrin dərdi cənnət olub, cənnəti qazanmaq. Deyir ki, ey Rabbi, bəlkə başqa şey istəyəsən. Rasulullah sallallahu aleyhi və səlləm dərhal ona istədiyinə cavab vermir. Çünki bu çətindir, gərək Allah onun istədiyini istəsin. Rabbi deyir ki, ya Rasulullah, yox, elə istədiyim budur. Onda Allahdan Peyğəmbərinə sallallahu aleyhi və səlləmə vəhiy gəlir. Və Rasulullah sallallahu aleyhi və səlləm o sahabəyə deyir ki, sənin üçün dua edəcəm, ancaq sən də istəyinə nail olmaq üçün çoxlu namaz qıl. Çoxlu namaz qıl. Çoxlu namaz qılmaq o demək deyil ki, bidət namazlarını qılasan, dində olmayan namazları qılasan. Yox, Rasulullah sallallahu aleyhi və səlləmin göstərdiyi, özünün elədiyi namazları qılmaq kifayətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm kimi namaz qılan varmı indi? Gecə namazı 11 rükət uzun uzadı ayaq üstə. 2 saat, 3 saat namaz qılmaq. Biz özümüz onu bacarmırıq. Buna can atmaq lazımdır. Çalışmaq lazımdır ki, cənnəti qazanaq. Və nəhayət üçüncü misal, məşhur sahabədir. Talhə ibn Ubeydullah radiyallahu anhu cənnətlə müjdələnən 10 nəfərdən biridir. Yeganə sahabədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onu yer üzündə gəzən şəhid adlandırıb. Diqqət edin, şəhidlərin hamısı dünyasını dəyişdikdən sonra şəhidliyi qazanır. Yeganə sahabədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onun sağlığında ikən şəhid adlandırır. Bu sahabəyə dostları Yəməndən, Hədramutdan 700.000 dirhəm hədiyyə göndərir. O dövrdə möminə hədiyyə verirdik. Bu qardaşlar da yığışıb orada, o tabiinlər, Peyğəmbər s.ə.v-in sahabəsinə 700.000 dirhəm göndərir ki, özün üçün də xərclə və kimə istəsən sədəqə edə bilərsən. 700.000 dirhəmi çevirəndə qızıla 360 kilo qızıl edir. Təsəvvür edirsiniz mi? Sahabə gecə yarısı da o tərəfə çevrilir, bu tərəfə çevrilir. Narahatdır. Həyat yoldaşı soruşur ki, niyə narahatsan? Deyir ki, evində bu qədər pulu olan adam qiyamət günü Allahın huzurunda nə cavab verəcək? Görün, nədən narahatdır? Evində o qədər pulun olmasından. Kimsə kənardan buna baxsa deyər ki, bu insan anormal insandır ki, necə yəni evimdə pul var, mən narahatam. Əksinə, evdə pul olmayanda narahat olur indikilər. Həyat yoldaşı görün ona nə nəsiyyət edir. İndiki qadınlar bunu eşitsə deyər ki, bunun başı xarabdır ki, bu nə deməkdir? Heç olmasa o puldan götür özün üçün daş, qaş, qolbaq, sırğa, üzük, bilərzik və s. şeylər al. Axı bu sizindir, sizin haqqınızdır. Qadın ona deyir ki, səhər açılanda bunların hamısını kasıblara payla. Özdə sini ilə payla ki, hamısını tez bir zamanda paylayıb qutara biləsən. Talhə baxır ona deyir ki, həqiqətən də sən Siddiqin qızı, Siddiqsən. Qadın Əbu Bakrın qızı idi, Ümmü Kulsum. Radiyallahu anhum. Səhər açılır, o dirhəmlərin hamısını kasıblara paylayır. Dərdə bax, dərd. Dərd nədir? Dərdi odur ki, Allahın rizasını qazansın. Və beləliklə cənnətlik olsun. Qadınlara aid olan misal isə dəfələrlə danışmışam sizə. 4 cənnət qadını, ən hörmətli qadından biri, qadınların, cənnət qadınlarının 4 ən hörmətlisindən biri Peyğəmbər sallallahu aleyhi və səlləmin qızı Fatimə radiyallahu anhə. Ölüm yatağındadır. Kədərlidir. Yanına onu ziyarətə gəlmiş Əsma radiyallahu anhə baxır, deyir ki, nə olub sənə, niyə qəmlisən? Deyir ki, kişilərin qadınları dəfn etməsi mənə ağır gəlir. Kişilər onları dəfn edir, kişilər yığışır bir qadını dəfn eləmək üçün və onu görürlər. Diqqət edin, görün, nədən narahatdır? Həmin o dəfində qadın kəfəndə olur.
və kəfəni kişinin kəfənindən daha çox səriyirlər. 7, 9, 11 dəfə. Nə qədər çox sərsələr, bir o qədər yaxşıdır ki, qadının bədən əzaları bilinməsin. Bu bir. İkincisi, qəbirstanlıqda, hamısı da səhabə, mömin, hansı biri ölü bir qadına baxıb, başqa bir şey fikirləşər. Allah qorusun. Bütün bunlara baxmayaraq qadının iffətinə baxın. İstəmir elə bir halda kişilər onu görsün. Və Əsma radiyallahu anh ona deyir ki, mən Həbəşistanda görmüşəm, dəfn edəndə üstünə parça tutub dəfn edirlər, aşağıdan qəbir görsənmir. Deyir, nə gözəl. Çağırır həyat yoldaşını Əli ibn Əbi Talib radiyallahu anh vəsiyyət edir ki, məni belə dəfn edərsiniz. O gündən indiyə qədər qadınlar belə dəfn edilir və bütün bunun savabı hamısı o qadına gedir. Çünki ilk dəfə bu sünnənin təməlini qoyan o olub. Fatimə radiyallahu anh. İkinci misalı çəkməmişdən qabaq öz məmləkətimizdən sizə misal çəkim. Yollarda nə qədər yolları süpürən qadınlar görürsünüz. Utandıqlarından üzlərini bağlayırlar. Amma araşdırsaz, bəlkə də görəcəksiniz ki, o qadınların bir qismi vaxtı ilə universitetdə dərs deyib, məktəbdə dərs deyib, universitet bitirib, hansısa bir sahədə böyük bir vəzifədə çalışıb. İndi o ehtiyac üzündən bunu edir. Və onun yanından keçən bahalı maşınlarda, bəlkə də həmin adamdan Allah yanında qat-qat səviyyədə aşağı olan, hörməti aşağı olan insanlar onlara yuxarıdan aşağı baxır. Amma qiyamət günü hər şeyin üstü açılacaq. Allah kimi daha çox hörmət etdiyini, ehtiram etdiyini o vaxt biləcəklər. Deməli, belə bir hadisə baş verir İbn Abbas radiyallahu anh dövründə. O dövrdə bir qisim insanlar Peyğəmbər sallallahu aleyhi və sələmin məscidində süpürgəçi olan, özü də zənci, qadına yuxarıdan aşağı baxırlar. Onda İbn Abbas radiyallahu anh onlara ibrət olsun deyə yanındakı tələbəsinə Ata ibn Əbi Rabaha deyir ki, sənə sağlığındaykən cənnətlə müjdələnən qadını göstərinmi? O da deyir, göstər. Həmin o qadını göstərir. O süpürgəsi zənci qadını. Və deyir ki, bir zaman bu qadın Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlib dedi, ya Rasulullah, mən tez-tez bayılıram və bayılanda da üstüm açılır. Dua elə ki, Allaha sağalım, şəfa tapım. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, istəyirsən dua edim, Allah sənə şəfa versin, istəyirsən səbr et, cənnətli ol. Fikir verirsinizmi? Öz başına bunu deyə bilməz Rasulullah sallallahu aleyhi ve sellem. Ona vəhiy gəlir. Və qadın deyir ki, ya Rasulullah, səbr edəcəm. Diqqət edin, ömrünün axırına qədər xəstəliyə, özdə o cür xəstəliyə, yıxılanda Allah bilir, başı dəyə bilər harasa, əzilə bilər və s. O xəstəliyə ömrünün axırına qədər səbr etməyə qadın razıdır. Ki, ya Rasulullah, mən razıyam. Ömrünün axırına qədər bu xəstəliyə səbr edəcəm. Tək ki, cənnətli olum. Amma dua elə ki, özümdən gedəndə üstüm açılmasın. Rasulullah sallallahu aleyhi ve sellem dua edir. Ömrünün axırına qədər o qadın bayılanda üstü açılmır. Dərdinə baxın, Fatimə radiyallahu anh kimi. Dərdi nədir bunun da? İffətini qorumaq. Fikir verirsinizmi? Fatimə radiyallahu anh da iffətini düşünürdü. Bu qadın da iffətini düşünür. Bundan sonra misal çəkəcəyim Ayşə radiyallahu anh da həmçinin. Diqqət edin. Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat edir onun evində. Orada da dəfn olunur. Sonra Abu Bakr radiyallahu anh dəfn edilir orada. Biri həyat yoldaşıdır, biri də atasıdır. İkisi də ona məhrəmdir. Həmin vaxt Ayşə radiyallahu anh bir otaqdan o bir otağa keçəndə, həmin otaqdan keçəndə ev geyimində keçir. O tərəfə, bu tərəfə ev geyimində. Nəhayət Ömər radiyallahu anh vəfat edir və onu onların yanına dəfn edirlər. Ömər də Ayşəyə naməhrəmdir. Odur ki, Ayşə radiyallahu anh hər dəfə o otağa girəndə, yəni o otaqdan keçəndə hicabını geyinib keçir. Sual verilə bilər ki, bu adam artıq vəfat edib.
torpağın altındadır, onu görmür. Bu hicabı niyə taxır ki? Yəni, bu hicabı taxmağın məqsədi nədir ki? Məyər hicabı taxmaq məqsəd təkcə naməhrəmdən özünü qorumaqdır ki, o səni görməsin? Təkcə bu deyil. Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanında qadınlar deyir ki, ya Rasulullah, İbn-i Ümmü Maktum gözləri görmür. Hərdən gəlir bizim yanımıza nəsə götürür, yedir. O bizim yanımıza gələndə, yəni içəri otağa daxil olanda biz hicabımızı geyinəkmi? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bəli. Əmr edir, bəli, geyinməlisiniz. Qadınlar deyir, ya Rasulullah, axı o görmür. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, axı siz görürsünüz. Diqqət edin, burada hər iki tərəfə aiddir hicab. Həm naməhrəmin qadını görməməsi, həm də qadın hicabda olduqca özünü yığışdırır. Heç vaxt günaha meyl eləmir. Elə ki, qadın hicabı çıxartdı, elə ki, bir qədər açıldı qolu, bir qədər sonra bura qədər, artıq o günaha meyl etməyə başlayır. Abır-həya gedir. Ona görə Allah Subhanahu hicabı əmr edir ki, hicab qadının iffətini qorusun. Və iffətini qoruyan qadınlar barəsində Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir, əgər qadın 5 vaxt namazını qılsa, Ramazan orucunu tutsa, ərinə itaət etsə və iffətini qorusa, qiyamət günü ona deyiləcək ki, cənnətin istənilən qapısından içəri daxil ol. 8 qapıdan, istənilən qapıdan içəri daxil ol. Allahdan istəyim budur ki, Allah Subhanahu taala bizə bu həyatda yalnız axirəti qazanmaq üçün, Rəbbimizin rizasını qazanmaq üçün yaşamağı və bu halda da bu dünyadan köçməyi nəsib eləsin. Hamımız üçün Allaha dua edib deyirəm. Allahümmə ecəl xayra umurinə əxirəhu və xayra aməlinə xavatiməhu və xayra əyyəminə yevmin əlqaq. Allahım, bizim ömrümüzün ən xeyirli çağını onun sonu et. Əməllərimizin ən xeyirlisini son əməlimiz et. Və xoş günlərimizin ən gözəl, xeyirlisini sənin huzuruna çıxacağımız gün et. Subhanəkallahumma və bihamdik. Əşhədü ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.